Bugün sizdən gələn sualları cavablandıracağım. Aort klapanın protezləşməsi əməliyyatı sonrası nələrə diqqət edilir? Aort klapanın protezləşməsindən sonra ən vacib diqqət olunası şey qandırıcının dozasının düzgün içilməsi və vaxtaşırı həmin dozanın kontroludur. Bu INR deyilən laborator testi ilə ölçülür və bu 2-3 arasında olmalıdır. Əgər sizə bioloji aort klapan qoyulubsa, bu qandırıcının 3 ay müddətində içməlisiniz. Əgər mexaniki qapaq qoyulubsa, deməli ömrünüzün axırına qədər varfarin deyilən qandırıcını içməlisiniz və vaxtaşırı qan analizində həmin qanın duruluğunu INR testi vasitəsilə yoxlamalısınız. Ondan əlavə, aort qapağı dəyişdiriləndən sonra vacib bir məqam, əgər hər hansı başqa bir klinikada başqa bir əməliyyat olunacaqsınızsa və ya diş həkiminizə gedirsinizsə, mütləq endokardit profilaktikası olmalıdır. O deməkdir ki, həmin klapan yad cisimdir və başqa bir prosedur vaxtı qana bakteriya düşərsə, o həmin klapanda qalıb çoxala bilər. Bunu önləmək üçün diş həkiminə getməmişdən əvvəl və ya başqa bir cərrahi prosedurdan əvvəl 1 saat öncə mütləq antibiotik qəbul etməlisiniz. Ən əsas bu iki şeyə diqqət eləməlisiniz və əlbəttə ki, vaxtaşırı, yəni 6 aydan bir, 1 ildən bir kardioloqun yanında kontroldan keçməyi unutmayın.